Salam əziz izləyicilər. Bugün çoxumuzun qardalı təmizləyərkən kənara atdığı, amma əslində tam bir şəfa mənbəyi olan bir mövzudan danışacağıq. Qarğıdalı saçağı. O incə saplar sağlamlığımız üçün böyük faydalara malikdir. İndi gəlin görək qarğıdalı saçağının nə kimi faydaları var və ondan necə istifadə etmək lazımdır. Böyrəkləri və sidik yollarını təmizləyir. Qarğıdalı saçağı təbii bir sidik qovucudur. Böyrəklərdə qum və daşların tökülməsinə kömək edir. Sidik yolu infeksiyalarının qarşısını almağa dəstək olur. Şişkinliyi və ödəmi götürür. Bədəndə toplanan artıq mayəni və ödəmi çıxarmaq üçün qarğıdalı saçağı çayı əvəz olunmazdır. Özünüzü daha yüngül hiss etməyinizə kömək edir. Qan təzyiqi və şəkəri tənzimləyir. Tərkibindəki zəngin vitamin və minerallar sayəsində qan təzyiqini və qandakı şəkər səviyyəsini balansa salmağa kömək edir. Maddələr mübadiləsini sürətləndirir. Həzm sisteminə yaxşı təsir edir. Maddələr mübadiləsini sürətləndirərkən çəki nəzarətinə və arıqlamağa dəstək olur. Bəs qarğıdalı saçağından necə çay hazırlamalıyıq? Çox sadə. 1 stəkan qaynar suya 1-2 çay qaşığı qurudulmuş və ya təzə qarğıdalı saçağı əlavə edib təxminən 10 dəqiqə dəmləyirsiniz. Süzdükdən sonra gün ərzində rahatlıqla içə bilərsiniz. İstəyə görə içinə 1 dilim limon da əlavə edə bilərsiniz. Onu da qeyd edim ki, hər bir təbii vasitədə olduğu kimi qarğıdalı saçağını da həddindən artıq istifadə etmək olmaz. Xüsusilə hamilə qadınlar və ya ciddi xroniki xəstəliyi olanlar istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidir. Əgər video sizin üçün faydalı oldusa, bəyənməyi və kanalıma abunə olmağı unutmayın.